Bu televiziya saatında üzərində işləyəcəyimiz məsələlər: Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı aparılan danışıqların təfərrüatlarının mümkün nəticələri, Rusiyalı həmsədrin qəfil açıqlamaları işə kömək yoxsa əngəl seçkisi daşıyır. Qarabağ müharibəsində Strasburq cəbhəsi, barikadalarda qüvvələr nisbəti mümkün müvəffəqiyyət ehtimalları və reallıqlar. Rusiyada elə hesab edirlər ki, Gürcüstan onların Abxaziyasının daxili işlərinə qarışır. Narmanov prospektində baş vermiş çökmə prosesi ilə əlaqədə yaradılmış komissiyanın ilk rəyi açıqlandı. Ərazidə vəziyyətin sabit olduğu bildirildi. Prezident İlham Əliyevin İrana rəsmi səfərinə hazırlıq məqsədi ilə Tehranda keçirilən ikitərəfli dövlət komissiyasının iclasında ölkələr arasında bir sıra sahələr üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair qarşılıqlı anlaşma memorandumu imzalandı. Türkiyənin baş naziri Rəcəb Tayyip Erdoğan Rusiyaya səfər etdi. Ukrayna prezidenti Leonid Kuchma ölkənin müdafiə nazirinə İraqdakı Ukrayna hərbi kontingentinin çıxarılması barədə tapşırıq verdi. Praqada Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri görüşdülər. Danışıqlarda ATƏT-in Minsk qrupunun Rusiyalı və Amerikalı həmsədrləri, eləcə də hər iki ölkə prezidentlərinin Dağlıq Qarabağ problemi üzrə xüsusi nümayəndələri Araz Əzimov və Tatul Markaryan iştirak etdilər. Türkiyənin baş naziri Rəcəb Tayyip Erdoğanın Moskvaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putin Qarabağ probleminin həllində əlindən gələn kömək edəcəyini bildirdi. Rusiyadan Azərbaycana təbii qaz nəqli bərpa olundu. Ağdamın Şotlanlı kəndi ərazisində ermənilərə məxsus KAMAZ markalı maşının minəyə düşməsi nəticəsində bir neçə erməni həlak oldu. Separatçı Abxaziya Respublikasında təkrar prezident seçkisi keçirildi. Sergey Bagapş qalib gəldi. Hollandiyanın paytaxtı Amsterdamda rejissor Suzanna Krügerin Dağlıq Qarabağın itkin düşmüş əsgərləri adlı filmi bu ölkədə yaşayan Azərbaycanlıların və Azərbaycanın Belçikadakı səfirliyinin etirazına səbəb oldu. Xarici İşlər Nazirinin müavini Araz Əzimov Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin Praqa görüşünün yekunları ilə bağlı brifinq keçirdi. Azərbaycan ərazisindən Gürcüstana, oradan isə Ermənistana yüklərin aparılmasında Azərbaycanın bəzi iş adamlarının və Gürcüstanın 5 şirkətinin iştirakının müəyyən edilməsi və bu qurumların fəaliyyəti ilə əlaqədar cinayət işinin açılması ilə bağlı Gürcü tərəfi məlumat yaydı. Azərbaycan ordusunun bir sıra yüksək rütbələrisinə qarşı cinayət işi qaldırıldı. Rusiya Müdafiə Naziri Sergey Ivanov terrorçuluqla mübarizədə Türkiyəni ikili standartlarda günahlandırdı. Yaponiya Xarici İşlər Nazirinin müavini Ichiro Aisawa Dağlıq Qarabağ münaqişəsini Cənubi Qafqaz regionunun əsas problemi saydı və rəsmi Tokionun bu problemin tezliklə həll edilməsinə tərəfdar olduğunu bildirdi. Tranzit yüklərinin Azərbaycan sərhədində saxlanılması nəticəsində Ermənistanda neft və neft məhsullarının qiyməti 200% bahalaşdı. Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Human Rights Watch təşkilatı insan haqlarına dair illik hesabatında Azərbaycanı tənqid etdi. Birləşmiş Ştatların prezidenti George Bush azadlığa dəstək aktının Azərbaycan hökumətinə yardımla bağlı 907-ci düzəlişin qüvvəsinin müvəqqəti dayandırılması müddətinin uzadılması haqqında qərar qəbul etdi. Daxili İşlər Nazirlikləri və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Mahaçqala ətrafında silahlı şəxslərin gizləndiyi evi mühasirəyə aldılar. 15 saatlıq əməliyyat nəticəsində silahlar məhv edildi. 2004-cü ildə qondarma erməni soyqırımı günündə ermənilərin iştirakı ilə qətlə yetirilmiş Rasim və İlham Həsənov qardaşlarının cəsədlərinin qalıqları dəfn olunmaq üçün Bakıya gətirildi. Azərbaycanın işğal olunmuş ərazilərində incəsənət, mədəni və tarixi abidələrin erməniləşdirilməsinin qarşısını almaq üçün ölkənin bir qrup ziyalısı beynəlxalq təşkilatlara və Bakıda fəaliyyət göstərən diplomatik nümayəndəliklərə müraciət ünvanladı. Şəkil rayonu ərazisində erməni dilli verdiklərin yayımı yenidən gücləndi. Yanvarın 11-də Praqada Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlamasına dair danışıqların növbəti raundu keçirildi. Danışıqlarda ATƏT-in Minsk qrupunun Rusiyalı və Amerikalı həmsədrləri, eləcə də hər iki ölkə prezidentlərinin Dağlıq Qarabağ problemi üzrə xüsusi nümayəndələri Araz Əzimov və Tatul Markaryan iştirak edirdilər. Danışıqlarda qərara alındı ki, ATƏT-in xüsusi missiyası yanvarın 28-də işğal olunmuş ərazilərdə ermənilərin məşğullaşdırılmasını yoxlamaq məqsədi ilə Qarabağa səfər etsin. Danışıqların növbəti raundunun fevralda keçirilməsi qərara alındı. Diyyətlər çoxdur. Müzakirələr çətin bir şəraitə keçirilir. Vəziyyət çox mürəkkəbdir bildiyiniz kimi. Və beləliklə mən hələ ki sizə deməzdim ki, hansı bir konkret nəticə əldə edilmişdir. Əslində indiki məqamda danışıqlardan nəsə gözləmək olarmı? Daha doğrusu Bakı İrəvandan konstruktiv mövqe gözləyə bilərmi? Yaxın tarixə qısa ekskursiya edək. Ermənistanın indiki başçısı Robert Koçaryan Qarabağda ermənilərin separatçı hərəkatının liderlərindən biri 1998-ci ildə Qarabağ probleminin mərhələli həll variantına razılıq verən Ermənistan prezidenti Levon Ter-Petrosyanın istifasında əsas figurlardan biri olub və hakimiyyətə məhz Qarabağ kartı üstündə gəldi. Təbii ki, Moskvanın xeyir duası ilə onun gəlişindən sonra Rusiya Ermənistandakı mövzu
mövcudluğunu daha da artırdı. 1999-cu ildə isə Ermənistan parlamentində ağır qətl hadisəsi baş verdi. Ölkənin ən nüfuzlu siyasətçiləri aradan götürüldü. Həmin illərə qədər danışıqlarda fəal iştirak etmiş sabiq dövlət müşaviri Vəfa Quluzadə. Görün, Heydər Əliyev nə cür bacarıqlı bir adam olub ki, yoldan çıxara bilib. Həm Levon Terpetr, həm Koçaryanı, həm Vazgen Sarkisyanı, həm Dəmirçanı. Onlar Heydər Əliyevlə sövdalaşıblar, Rusları xəbərdar etmədən gedib deməli İstanbul sammitində bir sülh variantına imza atmağa hazırlaşıblar. Mən demirəm bu sülh necədir, Azərbaycan xalqının xoşuna gələcəkdimi, gəlməyəcəkdimi, buna gəlin qoyaq qırağa. Amma məsələ ondadır ki, Heydər Əliyev onları ələ ala bildi. Cavab nə oldu? Ermənistan parlamenti güllələndi, spiker güllələndi, baş nazir Vazgen Sarkisyan güllələndi. O dəqiqə Köçəryan Moskvaya çağırıldı və bu da mənim təxəyyülümdür. Moskvada ona dedilər ki, bura bax, sən də onların içində ola bilərdin, gel özünü yaxşı apar. Məsələ bundan ibarətdir. Rusiya Ermənistana tam nəzarət edir. Elə həmin vaxtdan da rəsmi İrəvan danışıqları dalana dirəyən paket variantından geri çəkilmir. Ekspertlər problemin həllinin dalana dirənməsində bir neçə amil əsas götürürlər. Birincisi, Qarabağ kartı üzərində hakimiyyətə gəlmiş Koçaryan güzəştə getmək istəmir. Üstəlik o getdikcə vəziyyət ağırlaşan Ermənistanda hakimiyyətinin zəiflədiyinin fərqindədir. Onun hər bir addımından isə müxalifət istifadə edib Koçaryanı asanlıqla istifaya göndərə bilər. Yəni deyə bilərlər ki, problem öz həllini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tapacaqdırsa, niyə çox şeylər əldə edə biləcəyimiz bu illəri itirdik. Digər tərəfdən Koçaryan Moskvanın razılaşmadığı heç bir həll variantını qəbul edə bilməz. Bir sözlə onu ən yaxşı halda istifa, ən pis halda qəfil güllələnmə gözləyə bilər. Ona görə də Koçaryan danışıqlarının uzanmasında maraqlıdır. Çünki o indiki məqamda problemin Ermənistana sərfəli həllinin mümkünsüzlüyünü də anlayır. Azərbaycan isə ərazi bütövlüyünü şübhə altına biləcək heç bir razılaşmaya imza ata bilməz. Üstəlik bir neçə il əvvəllə müqayisədə bütün aspektlərdə siyasi, iqtisadi, beynəlxalq təşkilatlarda öz mövqelərini daha da gücləndirdiyi bir məqamda Bakı, indiki məqam bizim xeyrimizə deyilsə biraz da gözləyək, vaxt bizim lehimizə işləyir deyə danışıqlarla yanaşı bütün istiqamətlərdə təzyiq və hücumları artırmaq kursu da götürə bilər. Danışıqlarda iştirak edən Araz Əzimovun indiki şəraitdə heç bir kompromisdən söhbət gedə bilməz açıqlaması da buna işarə kimi qiymətləndirilə bilər. O vaxt onlardan söhbət aparmaq olar ki, tərəflər öz mövqelərini yaxınlaşdırmaq qərarına gələ bilsinlər. Yalnız o şəraitdə. Burada isə dediyim kimi artıq vəziyyətin dondurulması heç kəsi heç bir yerə gətirməz, heç bir nəticə verməz. Problemin həlli əsas oyunculardan sayılan Minsk qrup həmsədrlərinin mövqelərindən də ciddi asılıdır. Burada isə elə bir ciddi dəyişiklik gözə dəymir. Həmsədr Moskva dondurulmuş vəziyyətin getdikcə onun üçün sərfəli olmadığı qənaətinə gələ bilmir. Kremldə çoxları belə fikirləşir ki, problemin həlli Rusiyanın təzyiq rıçaqlarını zəiflədə bilər. Üstəlik problemin həllindən sonra regiona gələ biləcək beynəlxalq sülh məramlılar Rusiya üçün qəbul edilməzdi. Moskva bunu 1998-ci ildə qəbul olunmuş Rusiya milli təhlükəsizlik konsepsiyasına zidd hesab edir. Başı yaxın şərqə qarşılan Birləşmiş Ştatlar isə problemin Moskvanın xeyir-duası ilə həllində maraqlı deyil. NATO'nun son İstanbul samitində Cənubi Qafqazın qurumun nüfuz dairəsinə salınmasının əsas müəlliflərindən olan Vaşinqton öz saatını gözləyir. Erməni diasporunun güclü olduğu Cənubi Qafqazın Avropa Birliyinin təsiri dairəsində olmağını arzulayan Paris hələ mövqelərini gücləndirməklə məşğuldur. Araz Əzimovun ziddiyyətlərin çoxluğu, vəziyyətin mürəkkəb olması, danışıqların çətin bir vəziyyətə keçirilməsi və hər hansı bir nəticənin olmaması barədə açıqlaması da sadalanan amillər yanlış olmadığı qənaəti yaradır. Azərbaycanın yeni prezidenti isə Ermənistan prezidenti ilə Astana görüşündən sonra bəyan etdi ki, danışıqlar xatirinə danışıqlar aparmaq niyyətində deyil. Rusiyanın Xarici İşlər Nazirliyinin ötən ilə bağlı hesabatında isə maraqlı bir məqam var. Hesabatda deyilir ki, Astanada prezident İlham Əliyev ilə Robert Koçaryanın təkbətək, sonra isə Vladimir Putinin qatıldığı 3 tərəfli görüşdə tərəflər problemin mümkün həlli ilə bağlı konstruktiv və vacib fikir mübadiləsi aparmaqla yanaşı, biri-birinin təkliflərini ətraflı öyrənmək üçün 2004-cü ilin oktyabrın sonuna dək taymat götürüblərmiş. Güya Bakının Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət məsələsini oktyabrın 14-də BMT Baş Assambleyasının 59-cu sessiyasının gündəliyinə çıxarması danışıqların tezliklə bərpasına mane olub. Rusiya Xarici Siyasət İdarəsi belə hesab edir, amma görünən odur ki, Astanada Bakı İrəvandan konstruktiv yanaşma görmədiyindən öz kursunu sərtləşdirmək və təzyiqləri artırmaqla qarşı tərəflə danışıqlarda daha etibarlı mövqe əldə etmək qərarına gəlib. Bəzi ekspertlər hesab edirlər ki, bunu Bakının İrəvana və quruma problemin həllində hərbi yolun ortaya çıxa
biləcəyi ilə bağlı hədələr kimi də qiymətləndirmək olar. Yəni mən vəziyyəti BMT-yə də çatdırdım, amma ortada heç bir nəticə yoxdur. Ermənistan Xarici İşlər Nazirinin açıqlamalarından isə görünür ki, İrəvan vəziyyətin belə şəkil almasından ciddi narahatdır. Məsələn, Vardan Askanyan deyir, BMT Baş Assambleyasında qəbul edilə biləcək qətnamənin təhlükəsi ondadır ki, bu təşkilat problemi Azərbaycan-Ermənistan münaqişəsi kimi qiymətləndirə bilər. Askanyan hətta qətnamənin qəbul oluna bilməsi ehtimalını da real sayır. Çünki səsvermədə adəti Minsk qrupunun üzvləri olan ölkələr bitərəf qalacaqlar. Digər ölkələr də onların yolu ilə gedəcək. Belə olan təqdirdə isə BMT-nin proseduru 5-10 dövlətin dəstəyi ilə həmin qətnamənin qəbulunu mümkün edir. Statın sonu. Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan qətnamə layihəsinin BMT-nin Baş Assambleyasında səs verməyə qoymayacağı haqqında söz verib açıqlamasını isə Xarici İşlər Naziri Elmar Məmmədiyarov heç bir öhdəlik götürülməyib. Hər şey İrəvanın danışıqlarda tutduğu mövqedən asılı olacaq cavabı göstərir ki, Bakı təzyiq rıçaqlarını əldən vermək niyyətində deyil. Bununla yanaşı Azərbaycan ərazisindən keçən yüklərin bir hissəsinin Gürcüstan vasitəsilə Ermənistana keçməsinin qarşısını almaqla Bakı Ermənistanda neft məhsullarının qiymətinin qısa vaxt ərzində 200% artmasına səbəb oldu. Son 3 gündə Ermənistanda 95 markalı benzin 1,6, 93 markalı benzin 1,2, 72 markalı benzin isə 1 dollara satılmağa başlayıb. Ölkədə dizel yanacağı 150%, soba mazutu 160%, maye qaz isə 165% bahalaşıb. Ermənistanın Energetika Nazirliyi həyəcanla bəyan edir ki, ölkədəki yanacaq ehtiyatı artıq tükənmək üzrədir. Əgər əvvəllər gün ərzində Gürcüstandan Ermənistana 20.000 ton benzin idxal edilirdisə, indi bu rəqəm 3.000 enib. Praqa prosesi adlanan danışıqlar elə bu hadisələr fonunda yenidən bərpa olundu. Prezident İlham Əliyev bəyan etdi ki, bu danışıqlarda problemin mərhələli həll variantı nəzərdə tutulur. Danışıqlar Azərbaycan və Ermənistan arasında davam edəcək deyən Vardan Askanyan isə hesab edir ki, artıq konkret məqamlar ətrafında gedən müzakirələrdə daha ciddi mərhələ başlayıb. Araz Əzimov isə əvvəlki danışıqlardan fərqli olaraq bu da ermənilərin prosesin davam etdirilməsində maraqlı olduğunu müşahidə etdiyini deyir. Amma Bakı eyni zamanda İrəvanın nə dərəcədə səmimi olduğunu da araşdırır. Bəlkə vaxtını udmaq məqsədi ilə edilir. Eyni zamanda ümidvarıq ki, doğrudan da o biri tərəfdə münaqişənin həll edilməsi də doğrudan real bir niyyət mövcuddur. Amma ortada maraqlı məqamlar da gözə dəyər. Məsələn, Bakı və İrəvan danışıqların təfərrüatlarını gizli saxlamağa çalışdığı bir vaxtda Rusiyanın Xarici İşlər Nazirliyi Praqada Azərbaycan və Ermənistan rəsmilərinin Dağlıq Qarabağ problemi ətrafında bütün istiqamətlərdə, hətta hərbi qüvvələrin çıxarılması, bölgənin silahsızlaşdırılması, beynəlxalq zəmanət, Qarabağın statusu kimi kəskin suallar ətrafında müzakirə apardığı barədə məlumat yayır və ya adətən mətbuata ən adi protokol məlumatlarını belə xəssisliklə sızdıran Rusiyalı həmsədr Mirzəkov İrəvanın Praqada artıq mərhələli həll variantına razılıq verməsi barədə qəfil açıqlama verir. Bəzi ekspertlər bunu Rusiyanın Ermənistan cəmiyyətinə hesablanmış jest adlandırır. Doğrudan da mərhələli həll variantı həm də Moskvanı qane etmirdi. Ola bilsin ki, Rusiya bu açıqlamaları ilə erməni cəmiyyətini duyuq salmaq istəyir. Çünki 2005-ci ildə problemin həll olunması üçün Qərbin təzyiqləri və danışıqların istiqaməti Moskvanı qane etməyə bilər və belə açıqlamalar təbii ki, Ermənistandan bir mənalı qarşılanmır. Amma Rusiya onun da fərqindədir ki, vaxt Ermənistan kimi onun da lehini işləmir. Çünki regiona doğru genişlənmək niyyətində olan NATO, Avropa Birliyi münaqişənin həll olunması üçün cəhdlərini artıracaq və proseslər zamanı o əsas oyunçu statusunu ditirə bilər. Bəlkə də Rusiya öz gözlənilməz aşkarlığı ilə erməniləri mümkün gələcəyi hazırlayır. İndiki məqamı isə belə qiymətləndirmək olar. Münaqişə artıq nə donmuş vəziyyətdə qala, nə də həll oluna bilir. Qənirə Parşayeva, Aynız. Azərbaycan Avropa Şurasına 2001-ci ildə qəbul olunub. Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçi isə 2003-cü ildə təyin olunub. Bununla bağlı səlahiyyətlər İngiltərə parlamentinin üzvü Terry Davisə həvalə olunmuşdu. Lakin Davis 2004-cü ildə Avropa Şurasının baş katibi seçildiyindən bu səlahiyyətlər ondan alınaraq İngiltərəli digər parlamentari David Atkinsona verilib. Atkinsonun hazırladığı məruzə 2004-cü ilin noyabrında Avropa Şurası Siyasi Komitəsinin iclasında müzakirəyə çıxarılıb və ilkin qətnamə layihəsi qəbul olunub. Bu il yanvarın 25-də Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında yekun qətnamənin qəbulu gözlənilir. Bu dəfə cəbhə xətti Strasburq, üz-üzə duran qüvvələr isə parlamentarilərdir. Milli vəkillərimiz yanvarın 25-də bu Fransız şəhərində Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında işğalçı Ermənistandan olan həmkarları ilə birgə Dağlıq Qarabağ məsələsi ilə bağlı dinləmələrdə iştirak edəcəklər. Müzakirələrin çox gərgin keçəcəyi şübhəsizdir.
Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə məruzəçisi David Atkinsonun dinləmələrdə müzakirəyə çıxarılacaq məruzəsi və qəbul ediləcək qətnamə layihəsi artıq 2 aya yaxındır ki, hər iki ölkənin kütləvi informasiya vasitələrində geniş polemikaya səbəb olub. Məruzənin mətnində Azərbaycanın maraqlarına cavab verən məqamlar çoxdur. Bu baxımdan ermənilər bütün qüvvələrini səfərbər edərək onun müzakirəsinə mane olmağa çalışırlar. Noyabrda Parlament Assambleyasının siyasi komitəsinin iclasında müzakirə çıxarılarkən ermənilər ona bir sıra elə də ciddi əhəmiyyət daşımayan dəyişikliklərin edilməsinə nail olmuşdular. Ayın 25-nə keçiriləcək müzakirələrdə isə ermənilərin diqqəti əsasən hansı məqamlara yönəldəcəklərini Azərbaycan tərəfi təqribi proqnozlaşdırır. Birinci məqam Azərbaycan ərazilərinin Ermənistan hərbi birləşmələri tərəfindən yox, yerli erməni birləşmələri tərəfindən işğal edilməsi ilə bağlı sənədə dəyişikliklər edilməsi planlaşdırılır və ermənilərin əsas argumentlərindən biri də ondan ibarətdir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrində məhz bu ifadə, yəni bu forma işlədilir. Gültəkin Hacıyeva Azərbaycan nümayəndə heyətinin sessiyaya ermənilərin Azərbaycana təcavüzünü sübut edən konkret fakt və sənədlərlə getdiklərini deyir. O, həmçinin qətnamə layihəsinə Azərbaycanın da bir sıra təkliflərinin olduğunu, ancaq Ermənistanın duyuq salmamaq üçün hələlik onları açıqlamaq niyyətindən uzaq olduqlarını bildirdi. Ermənistan tərəfdən müzakirələrə çox ciddi hazırlaşır. Qeyri-rəsmi məlumatlara görə işğalçı ölkənin Xarici İşlər naziri Vardan Askanyan məhz bu məsələ ilə bağlı İngilis parlamentarlərinə təsir etmək üçün noyabrdan bəri Londona bir neçə dəfə səfər edib. Hətta ötən ay Ermənistanın maraqlarının sadiq müdafiəçisi ATƏT-in Minsk qrupunun Rusiyalı keçmiş həmsədri Vladimir Kazimirov da məruzəçi Atkinsonun dırnaqarası səhvlərini düzəltməyə cəhd etdi. Bir daha qeyd etməliyik ki, qətnamə layihəsində obyektiv məqamlar çox olsa da, onu ideal saymaq olmaz. Sənəddə xatırladılır ki, Azərbaycan və Ermənistan 2001-ci ilin yanvarında Avropa Şurasına daxil olarkən münaqişənin yalnız sülh yolu ilə həlli barədə öhdəlik götürüblər. İndiyə qədər aparılmış danışıqlarla heç bir nəticə vermədiyini nəzərə alsaq, deyə bilərik ki, bu müddəa sülh danışıqları səmərə verməyəcəyi təqdirdə Azərbaycanın torpaqlarını silah gücünə azad etmək hüququnu məhdudlaşdırır. Eləcə də qətnamədə münaqişənin həlli mümkün olmayacağı təqdirdə tərəflərin beynəlxalq məhkəməyə müraciət etməsi təklif olunur. Ancaq Azərbaycan üçün bu qəbul edilməzdir. Bildiyimiz kimi məhkəmələrdə adətən mübahisəli məsələlər müzakirəyə çıxarılır. Ancaq Azərbaycanın ərazi bütövlüyü BMT və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən tanındığından o mübahisə, məhkəmə və ya referendum predmeti ola bilməz. Hər halda, hələlik bayram etməyə bir o qədər də əsasımız yoxdur. Hər şey milli vəkillərimizin 25 yanvar imtahanından asılı olacaq. Necə deyərlər, ən haqlı gülən sonuncu güləndir. Azadə Balayeva, ANS. Abxaziya Muxtar Respublikasının əsası 1921-ci ildə Gürcüstan dövlətinin tərkibində qoyulub. 8,6 min kvadrat kilometr ərazisi, 700 min nəfərə yaxın əhalisi var. Ona yaxın xalqın nümayəndəsi yaşayır. Abxazlar, Gürcülər və ermənilərdən əlavə burada Ukraynalılar, Yunanlar, Yahudilər, Belaruslar və Estonlar da yaşayır. Paytaxtı Suxumidir. Əsas şəhərləri Qaqra, Tıxarçekli, Qadauta, Oçamkira və Qalidir. SSR dağılandan sonra öz müstəqilliyini elan edib. Gürcüstan hakimiyyətini tanımır. Yanvarın 12-sində separatçı rejim təkrar prezident seçkiləri keçirdi. Nəticədə Sergey Bagapş qalib gəldi. Sergey Bagapş elə bir rəhbər görmək istərdi ki, səhərdən axşamadək öz xalqına, öz dövlətinə lap mamont kimi işləsin. Və mühləti bitəndən sonra 5 il keçdi, çox sağ olun, biz gedirik, bacardığımızı etdik deyə bilsin. Bagapş bu arzusunu gizlətmirdi də. Və belə bir rəhbər onun qarşısındadır. Deyəsə Mikhail Saakashvili elə əsl Sergey Bagapşın arzularının kişisidir ki var. Yəni 37 yaşlı bu Gürcü lideri özünü yaxın 9 ildə prezident kimi görmür. Prezident tuflisi ölçülərinə çatdığını düşünmür. Ölkəsinin problemlərini nə qədər tez həll edərsə, bir o qədər də tez hakimiyyətinin qutaracağına səbirsizliklə inanır. Və ən qərbəsi də budur ki, inqilabdan doğulmuş bu iki adam bir-birinə tamamilə əks düşərgədə dayanıb. Sergey Bagapş Gürcüstanı parçalamaqda olan separatçı Abxaziyanın, Mikhail Saakashvili isə qarşısına prezidentliyinin ilk mühlətində Abxaziya və Cənubi Osetiya kimi qamçı qurumları Gürcüstanın tərkibinə qatmaq məqsədi qoymuş dövlətin lideridir. Və yalnız ilk baxışda belə çıxır ki, Sergey Bagapş heç kəsi yox, elə Saakashvilini arzuyurmuş. Amma Tiflis və Suxumi yalnız söz oyununda baş verə biləsi möcüzəyə inanacaq qədər sadədil deyil və onların hər ikisi gözlərcə anlayır ki, qarşıda Abxazları və Gürcüləri mürəkkəb bir gələcək gözləyir. Və nə çətin ki, bu gələcək yalnız Abxaziyadan və yalnız Gürcüstanın asılı deyil. İş belə gətirib ki, indi prezidentləri təkcə onlara mənsub olduğu xalq seçmir. Bu seçkilərdə həm də hansı super gücü seçdiyin də, hansı super gücün səni seçdiyi də başlıcadır. Və bəzən belə seçkilərdə xalq yalnız hansısa super iradənin nəticələrinin legallaşdırılma vasitəçisi olur. Nə qədər qəribə ki, Abxaziyada özünün ev sahibi kimi Tiflis yox, Moskva aparırdı. Yaddaşımızı qurdalayaq.
Prezident seçkilərinin ilk turunda Sergey Bagapş əsl Yushchenkolıq etdi. İnzibati binaları mühasirəyə aldı. Qanuni hakimiyyət mexanizminin təkəri altına gücü çatan bütün kötüyləri dığırlatdı. Və sonda ona nail oldu ki, bu il yanvarın 12-sində öz üstünlüyünü rəsmiləşdirdi. Bu hadisələrin ilk mərhələsini az qala faciə kimi yaşayan Rusiya proseslərə yol verilən və verilməyən bütün üsullarla qatıldı. Gah hədələdi, gah Xacimbanın xeyrinə sülhə çağırdı. Vaxtınız varsa mən sizə çox maraqlı bir bəyanatı xatırladım. Krasnodar qubernatoru Tkaçovdan. Beləliklə hadisələrin ilkin etapı. Sergey Bagapş açıq Rusafil rəqibini küncə qısnayıb. Bu zaman cənab Tkaçov bəyan eləyir. Bugün Bagapşın etdikləri böyük siyasi şantaj və həyasız uydurmadır. Rusiyadan ötürü prezident seçkilərində kimi dəstəkləmək fərqsiz deyil. Bagapşın arxasında kriminal qruplar və anti-Rusiya qüvvələri dayanır. Əgər Bagapş və onun tərəfdarları münaqişə yaradacaqlarsa, mən sərhəd bölgəsinin qubernatoru kimi rəsmən bəyan eləyirəm ki, bu halda biz Abxaziya ilə sərhədi bağlamalı olacağıq. Buna bizim gücümüz çatar. Qüdrətli qubernator hətta Abxaziya ilə sərhədlərin bağlanacağı təqdirdə bu separatçı qurumu gözləyən iqtisadi böhranı, onun kurort sənayesinin çökməsini belə proqnozlaşdırırdı. Nədən ötürü? Yalnız ona görə ki, Sergey Bagapşı Rusiya hələ ki öz adamı hesab edə bilmirdi. Bugün artıq Moskva Sergey Bagapşın Rusiya pasportunu daşımasından duyduğu fəxr hissinə bələd olandan, deməli Abxaziyada hər şey ruslar üçün babat qutarandan sonra, o qüdrətli Tkaçovçuluq da, seçkilərin ilk tura ərəfəsində başını itirmiş Rusiya Xarici İşlər Nazirliyinin sərt vacib bəyanatları da yaxın tarixin ucqarına atılıb. Moskva bir gecənin içində vəziyyəti xilas etməklə Abxaziyada nəzarət əldə saxlamağı bacardı. Bugün Sergey Bagapşı elə gəlir ki, o artıq prezidentdir. Hətta o biz hökm etməyə gəlmədik, idarə etməyə gəldik tipli gürültülü bəyanatlar da verə bilir və cəmisi 60% prezidentliyi ilə. Prezidentin güc nazirlikləri və xarici siyasət sferasına girişi yoxdur. Bəs necə? Rusiya Xacimbanı küçədən tapmamışdı ki. İndi Abxaziyada silahlı qüvvələr və büdcənin 40%-ni məhz bu açıq Rusiyaçı vitse-prezident nəzarət edir. Qabaqcadan şərtləşdirildiyi kimi, Abxaziya seçkiləri Rusiyanın proseslərə ən faal sürətə qatılması və Gürcüstanı nəzərə çarpacaq şəkildə arxa plana itələnməsi fonunda baş verdi. Biz adətən dəli dolu bəyanatlar eşitdiyimiz Mikhail Saakashvilini bu dəfə soyuqqanlı görürük. Əgər az çox Bagapşı heç olmasa xanımı Gürcü olduğuna görə Tiflisin rəğbəti duyulurdusa, seçkilərdən sonra yeni rəhbərin açıq şəkildə ona yönəli simpatiya selindən imtinası və məsləhəti onsuz da Rusiyadan alacağı barədə proqram xarakterli çıxışlardan sonra bəlli oldu ki, Rusların ataları demişkən söhbət yalnız iki köpək oğlundan kimin Tiflis üçün daha yaxşı yox, daha pis köpək oğlu olmamasından gedə bilər. Elə Bagapş hakimiyyətə gələndə də Tiflisin yox, Moskvanın xoşuna gəlmək barədə düşündüyünü gizlətmirdi. Onun Moskvanı özünün dəvi olmadığına inandırmasının məhz dekabrın 6-sından 7-sinə keçən gecə baş verdiyini şəslə xatırlatması az şey demir. Mikhail Saakashvili Rusiyanın Gürcüstanın ayrı-ayrı ərazi parçalarında özünü son dərəcə sərbəst aparması və bunu dünyanın gözü qabağında heç bir şeydən çəkinmədən etməsinə açıq etiraz edir və qəribə bir arxayınlıqla. Məsələn, onun Nizavismaya qazetaya verdiyi müsahibədən bu parça nəzərdən keçirək. Cənubi Osetiya problemi süni şəkildə şişirdilib. Mən onu o qədər də mürəkkəb saymıram. Əgər Rusiya bu məsələdə xoş məram nümayiş etdirsəydi, o çoxdan həll olunmuşdu. Abxaziyada isə vəziyyət bir qədər mürəkkəbdir. Amma burada da ciddi tərəqqi mümkün olardı, əgər Rusiya bunda maraqlı olsaydı. Eşitdiniz? Bu qəribə cavan oğlan hər iki problemin həllini Rusiya ilə birbaşa bağlayır. Amma sakit və bəlkə də növbəçi təbəssümünün müşayiəti ilə. Ancaq Mikhail Saakashvili müstəvidə əlahədə Gürcüstan problemi görmür. O əmindir ki, Rusiyanın problemi var. Özü də Gürcüstanla yox, az qala bütün dünya ilə. Və Mikhail Saakashvili Qərb və Rusiya arasındakı qarşıdurmada Gürcüstanın dəyişik sikkəsi olmasını arzulamır. İndi isə Azərbaycan prezidentinin tez-tez işlətdiyi fikrin Gürcüstan liderinin dilindəki oxşarını bu qısa cümləni yadda saxlayaq. Səbrin də bir həddi var. Abxaziyada seçki keçirildi. Abxazlar Bagapşı, Bagapş Rusiyanı seçdi. Gürcüstan isə hələlik seçilmir. O qədər balacadır ki, adi silahlanmış gözlə belə seçilmir. Amma hələlik. Rusiya-Türkiyə münasibətlərdəki buzlar Rusiya prezidenti Vladimir Putin ötən ilin sonu Ankaraya gerçəkləşdirdiyi rəsmi səfərindən sonra əriməyə başlayıb. Rusiya dövlət başçısının səfəri zamanı iki ölkə arasında 7 mühüm sənəd imzalanıb. Yanvarın 10-dan 12-nədək Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Moskvada olub. O, Vladimir Putinlə və Rusiyanın işgüzar dairələri ilə bir sıra görüşlər keçirib. Qışın oğlan çağı olmasına baxmayaraq, Rusiya-Türkiyə münasibətlərində temperatur göstəriciləri artıq xeyli vaxtdır ki, müsbətə doğrudur. Rusiya prezidenti Vladimir Putinin ötən ilin dekabrında Türkiyəyə gerçəkləşdirdiyi tarixi səfər cavabını çox gözlətmədi. Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan yanvarın 10-u 12-sində hökumət başına gəlməsindən sonra ikinci dəfə Rusiyanı ziyarət etdi. Ərdoğanın bu səfəri daha çox iqtisadi xarakterli idi. Ümumiyyətlə, bu dəfəki görüşlər zamanı Rusiya prezidentinin elə də ciddi önəm daşımayan bir-iki siyasi bəyanatını nəzərə almasaq, deyə bilərik ki, bu iki ölkə arasındakı münasibətlər bütünlüklə iqtisadi əsaslara söykənir. Bugün Türkiyə Rusiya üçün böyük bazar, Rusiya Türkiyə üçün isə uçsuz-bucaqsız tikinti meydançasıdır. Vladimir Putin Türkiyə ilə mal dövriyyəsini 2007-ci ilə qədər 25 milyon Amerika dollarına çatdırmağı planlaşdırdıqlarını deyib.
Bu isə Avropa Birliyinin astanasında olan Türkiyə üçün çox böyük üstünlükdür. Bununla Türkiyə onun bu quruma qəbulundan ehtiyatlananlara onlarsız keçinməyə mümkünlüyü ilə bağlı bir mesaj verdi. Əgər Türkiyənin yalnız bir ölkə ilə mal dövriyyəsi 30 milyarda çatacaqsa, bu o deməkdir ki, o Avropa Birliyi olmadan da yüksək inkişafa nail ola bilər. Erdoğan'ın səfəri Türkiyə və Rusiyada da yüksək qiymətləndirilib. Yetərincə böyük müqavilələr imzalanıbdır. Rusiyanın çox böyük doğal qaynaqları var. O doğal qaynaqlardan Türkiyədə də faydalana bilər. Türkiyənin iş adamlarının Rusiyaya açılması, Rusiyada çox böyük yatırımlara gedilməsi də həm Rusiyanın gəlişməsinə, həm Türkiyənin gəlişməsinə, həm də qarşılıqlı işgüzar iqtisadi əlaqələrin gəlişməsində böyük rol oynayacaqdır. Rusiya-Türkiyə iqtisadiyyatları sıx bağlıdır, xeyli bağlıdır. Amma bu münasibətlərdə bir amma var. O da siyasətdən ibarətdir. Siyasi sahədə Rusiya-Türkiyə yaxınlaşması mənə elə gəlir ki, nə bugün, nə gələcəkdə mümkün deyil. İki dövlətin başçısının görüşlərinin müəyyən hissəsinin bağlı qapılar arxasında keçirilməsi səbəbindən həmin danışıqların məzmunu bağlı qalsa da, mediaya sızan məlumatlarda bu zaman əsasən regional təhlükəsizlik və hərbi texniki əməkdaşlıq məsələlərinin müzakirə mövzusu olduğu söylənilir. Axı Rusiya Türkiyənin yalnız enerji daşıyıcıları yox, həm də silah bazarını özlərinə almağa çalışır. Görüşlər zamanı Putinin Kiprlə bağlı bəyanatı da ciddi maraq doğurur. O, Rusiyanın Annan planını dəstəklədiyini və Şimali Kiprin təcrid olunmasının əleyhinə olduğunu dilə gətirib. Bu bəyanat Türkiyədə önəmli açıqlama kimi dəyərləndirilsə də, Kiprli türklərin ürəyincə olmayıb. Ümumiyyətlə, Annan planının artıq demək olar ki, gündəlikdən çıxdığı bir vaxtda Rusiya prezidentinin bu məsələni yenidən qabartması və hətta bununla bağlı Kofi Annanla telefonla danışması Erdoğan'ın Rusiyadan Avropa Birliyi yolunda türklər üçün başlıca əngəl olan Kipr probleminin həlli üçün yardım xahişinin qeyri-müəyyən cavabıdır. Səfər zamanı Azərbaycanlıların səbirsizliklə gözlədiyi əlahiddə Qarabağ görüşü olmayıb. Cənab Putin bu mövzuya ayrıca toxunulmadığını, amma bu məsələnin Ümumqafqaz bölgəsində sülh və sabitlik sırasında müzakirə edildiyini deyib. Bu arada, Türkiyənin baş naziri ilə Rusiya rəsmilərinin imzaladığı sənədlərin mürəkkəbi qurumamış, Rusiyanın müdafiə naziri Sergey Ivanov Vaşinqtonda keçirdiyi mətbuat konferansında türklərin keyfinə əməlli başı soğan doğrayıb. Müdafiə nazirinin Çeçenistanda öldürülən muzlu əskərlərin çoxunun türk olduğunu söyləməsi, Rusiya ilə çox uğurlu əlaqələr qurduğuna sevinən Türkiyədə şok effekti yaradıb. Ivanov, Qarabağ məsələsində də toxunaraq Ermənistanda Rus hərbi birləşmələrinin olduğunu bir daha xatırladıb və müttəfiqinə bu məsələ ilə bağlı hər hansı təzyiq göstərmək fikrindən uzaq olduqlarına işarə vurub. Deyib ki, Ermənistan suveren bir ölkədir və hər hansı məsələ ilə bağlı qərarları da onun özü verir. Erdoğan'ın Moskva səfəri maraqlı pərdəarxası məqamları ilə də diqqət çəkib. Bu məqamlardan baş nazirin xanımına 30 min dollar dəyərində bahalı hədiyyənin verilməsi və Moskva polisinin Türkiyəli millət vəkillərindən rüşvət tələb etməsi faktları daha çox səs-küy yaradıb. Nazim Hikmətin məzarını və Lenin mavzoleyini ziyarət etmək istəyən 9 millət vəkili vizaları olmaması bəhanəsi ilə polis tərəfindən 20 dəqiqə saxlanılıb və onlardan 500 rubl rüşvət tələb olunub. Azada Balayeva, Ayniz. Prezident İlham Əliyevin İrana rəsmi səfərinə hazırlıq məqsədi ilə yanvarın 10-da Tehranda ikitərəfli dövlət komissiyasının iclası keçirildi. Yekun olaraq nəqliyyat, telekommunikasiya, kənd təsərrüfatı və elmi tədqiqatlar sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair qarşılıqlı anlaşma memorandumu imzalandı. Qeyd edək ki, Prezident İlham Əliyev İrana yanvarın 24-də səfər edəcək və səfər 3 gün davam edəcək. Dövlət başçısı Tehranda və Təbrizdə olacaq. Prezident İlham Əliyevin İran səfəri dünyada və bölgədə proseslərin mürəkkəbləşdiyi bir dövrə düşür. Eyni zamanda Azərbaycanın Ermənistanla Tehranın Amerika ilə problemlərini həll edə bilmədiyi bir vaxtda. Və təbii ki, müzakirələrdə bölgədə vəziyyət ciddi müzakirə olunacaq. Ağ Evin İrana artan təzyiqləri fonunda Tehran qonşusunun nə qədər önəmli olduğunun fərqindədir. Doğrudur, Bakı Azərbaycan ərazisindən keçərək Gürcüstan vasitəsilə Ermənistana gedən qatarların qarşısını kəsə bilib. Amma İrəvanın çörək yolu hələ ki İrandan keçir və yəqin ki, bu məsələyə danışıqlarda toxunulacaq. Məlumatlara görə Prezident İlham Əliyevin İran səfəri zamanı Tehranla Bakı arasında bəyannamə imzalanacağı gözlənilir. Heydər Əliyevin 2002-ci ildə İran səfəri zamanı iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında bəyannamə imzalanmasına baxmayaraq, Tehran yeni prezidentlə onu yenidən möhkəmləndirməkdə maraqlıdır.
Görünür Azərbaycandan ona xarici təhlükə gəlməyəcəyinə tam əmin olmaq istəyir. Prezident İlham Əliyevin səfəri ərəfəsində Tehranda keçirilən Azərbaycan-İran hökumətlərarası komissiyasının toplantısında imzalanan memorandum və qurumun Azərbaycan tərəfindən həmsədri Fərhad Əliyevi Prezident xatəminin şəxsən qəbul etməsi Tehranın bu səfərə verdiyi əhəmiyyətdən və onun Bakı ilə münasibətlərin daha da istiləşməsində marağından xəbər verir. Prezident İlham Əliyevin 3 günlük İran səfərində 10 sənədin imzalanacağı gözlənilir və elə hökumətlərarası komissiyanın toplantısından sonra imzalanan memorandumda da Azərbaycan üçün bir çox vacib məqamlar, iqtisadi, ticari, enerji, nəqliyyat, təhsil, səhiyyə sahəsində görüləcək işlər öz əksini tapıb. Birincisi, elektrik enerjisi mübadiləsi və tranziti sahəsində. Bu məqsədlə iki ölkə 132 kilovoltluq Culfa elektrik xəttinin tikilməsinə dair razılığa gəlib. Eyni zamanda İmişli Parsabad, Əlbayramlı İmişli və Əlbayramlı Astara elektrik veriliş xəttlərinin və müvafiq yarımstansiyaların tikintisi də nəzərdə tutulur. Enerji sistemlərinin birləşdirilməsi istiqamətində Rusiya-Azərbaycan danışıqları isə davam etdiriləcək. Görülən işlər Azərbaycana ölkənin enerji təminatında problemlərin yarandığı halda onu qısa vaxtda aradan qaldırmağa, elektrik enerji tranzitçisinə çevrilməyə, Naxçıvan Muxtar Respublikasının Türkiyə və İrandan asılı elektrik enerji təminatını yaxşılaşdırmaq imkanı verəcək. Naxçıvan Muxtar Respublikasına elektrik enerjisi tranzitinin artırılması məqsədi ilə hətta İranın Culfa yarımstansiyasından Naxçıvan Muxtar Respublikasına 230 kilovoltluq elektrik veriliş xəttinin çəkilməsi də nəzərdə tutulur. Bundan başqa Prezident İlham Əliyevin səfəri zamanı Araz çayı üzərində gücü təxminən 40 megawatt olacaq Ordubat su elektrik stansiyasının tikintisinə dair sənədə də qol çəkiləcək. Bu layihə Naxçıvanın elektrik enerjisi təminatının xaricdən asıllığını və enerji təminatı problemini qismən yüngülləşdirməlidir. Layihələr ötən il Prezident Məhəmməd Hatəminin Azərbaycana rəsmi səfəri zamanı İranın ölkəmizə ayırdığı 75 milyon dollar kredit hesabına həyata keçiriləcək. Xatırladaq ki, ötən il İran Prezidenti Məhəmməd Hatəminin Azərbaycana səfəri zamanı Naxçıvanın qaz problemində öz həllini tapmışdı və gələn il Muxtar Respublika sakinləri qazla təmin olunacaqlar. Naxçıvan üçün digər vacib bir məqam. Muxtar Respublika vətəndaşları üçün İran ərazisindən Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ilə sərnişin daşımalarının həyata keçirilməsi barədə razılıq əldə olunub. Naxçıvanlıların Bakıya gəlmək və ya əks istiqamətdə hərəkət etmək üçün viza almaqdan da azad olunacağı gözlənilir. Prezidentin İran səfəri zamanı hər iki ölkənin sərhədyanı ərazilərində yaşayan vətəndaşların bir-birinin ərazisinə sadələşdirilmiş qaydada keçmələri barədə də sənəd imzalanacaq. Ölkənin İranla gediş-gəliş yollarının yaxşılaşdırılması üçün avtomobil yolları və körpülərin tikintisi də nəzərdə tutulur. Prezidentin İran səfəri zamanı Bakı-Astara avtomobil yolunun 243 kilometrlik Ələt-Astara hissəsində yeni 4 solaqlı avtomobil yolunun tikintisi üçün İran tərəfinin kredit ayırması ilə bağlı sənədin də imzalanması nəzərdə tutulub. Tehranın bu məqsədlə 12 illik 40 milyon dollar kredit ayıracağı gözlənilir. İmzalanacaq sənədlər arasında körpülərin tikintisini əhatə edən sənəd də var. Bu sənədə görə Naxçıvanla İran arasında Şaxtaxtı, Poldaş və Culfa ərazilərində avtomobil körpülərinin tikintisi nəzərdə tutulur. Maliyyələşmə yarı-bayar prinsipi ilə həyata keçiriləcək. Cənub istiqamətində Astara çayı üzərində mövcud olan avtomobil körpüsünün bərpası, yeni avtomobil körpüsünün Vonun yaxınlığında dəmir yol xəttinin inşası da nəzərdə tutulur. Şimal-Cənub dəhlizi layihəsi də prezidentlərin diqqət mərkəzində olacaq. Memorandumda Qəzvin, Rəşd, Astara dəmir yol xəttinin tikintisi layihəsinin həyata keçirilməsi məsələsi də öz əksini tapıb. Tərəflər Bakı, Təbriz və əks istiqamətdə uçuşların təşkili barədə də razılığa gəliblər. Prezidentin İran səfəri zamanı mülki aviasiya sahəsində də saziş imzalanacaq. Bununla Azərbaycan-İran arasında uçuşların sayının artırılması nəzərdə tutulur. Bundan başqa fəaliyyəti dayanmış Biləsuvar müştərək sərhəd bazarının işinin bərpası və Astara sərhəd bazarının açılmasının sürətləndirilməsi də razılaşdırılıb. Bakı Azərbaycan universitetlərinin diplomlarının İranda tanınmasına çalışır. Çünki iş üçün bu ölkəyə üst tutan mütəxəssislər az deyil. Amma diplomların tanınması məsələsinin öz həllini həmin vaxtadək tapması hələ ki açıq qalır. Baxmayaraq ki, İlham Əliyevin İrana səfəri zamanı təhsilə bağlı sənəd imzalanacaq. Azərbaycanın səhiyyə sahəsinə İran xüsusi maraq göstərir. Bu maraq dairəsinə klinikaların açılması, dərman preparatlarının istehsalı və s. daxildir. Səfər zamanı səhiyyə sahəsi ilə bağlı da sənəd imzalanacaq. Tehran Azərbaycanda iqtisadi maraqlarını artırmağa çalışır. Bəzi sahələrə, o cümlədən kənd təsərrüfatı sahəsinə İran investisiyaları gözlənilir. İki ölkə arasında ən uzun müddətli problem kimi xarakterizə edilən Xəzərin statusu məsələsi də Tehranda yenidən müzakirə mövzusu olacaq. Baxmayaraq ki, səfər zamanı bununla bağlı sənəd imzalanmayacaq. Çünki Tehran və Bakı bu istiqamətdə müzakirələri hələ davam etdirmək niyyətindədir. Sən demə, su yolu heç də həmçə ən asan deyilmiş. Gəndərə Paşayeva, Ayınız.